Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz there is, there are, var, vardır tipli cümlələr. Bu cümlələrdən ingilis dilində bir şəxsin və ya əşyanın müəyyən bir yerdə və ya müəyyən bir vaxtda olub olmadığını xəbər vermək üçün istifadə olunur. Dilimizə var, vardır kimi tərcümə olunur. Söz sırası aşağıdakı kimidir. Gəlin söz sırasına nəzər yetirək. There is və yaxud there are mübtada, yer zərfi və yaxud zaman zərfi. İsimdən əvvəl həmin ismə aid sifət də gələ bilər. Yəni mübtadamızdan əvvəl isim sayıla bilən tək olarsa, an article işlənir. Lakin there is, there are ifadəsində the article müəyyənlik, the article heç zaman işlənməz. Bunu yadımızda saxlayaq. There is an interesting book in my bag. Çantamda maraqlı bir kitab var. Gəlin bu cümləyə nəzər yetirək. Fikir verək ki, bu cür cümlələri biz axırdan, cümlənin sonundan əvvələ tərcümə edirik. İngilis dilində there is an interesting book in my bag. Var, maraqlı kitab mənim çantamda. Necə tərcümə edirik? Düzgün Azərbaycan dili cümləsinə uyğun gəlsin deyə there is, there are tipli cümlələri cümlənin sonundan tərcümə edirik. Çantamda maraqlı bir kitab var. Yadda saxlayaq ki, İngilis dilindəki there is, there are tipli cümlələri Azərbaycan dilində düzgün tərcüməsini cümlənin sonundan başlayırıq. Və qeyd etdiyimiz kimi mübtadamız bookdur, mübtadamız sayıla bilən tək isimdir. Mütləq və mütləq biz onu qeyri-müəyyənlik article istifadə etməliyik. There is ifadəsindən sonra mübtadamızı təyin edən sifət də gələ bilər. Lakin həmin halda article ismin qarşısından durub sifətin qarşısına keçir. There is an interesting book in my bag. Çantamda maraqlı bir kitab var. İngilis dilində biz have feilini də var kimi tərcümə edirik, elə deyilmi? Have, has, kiminsə nə isə var. Amma there is, there are, haradasa nəsə var. Gəlin bu iki fiili, have, has feilini və there is, there are ifadəsini bir-biri ilə qarışdırmayaq. Have və yaxud has kiminsə nə isə var. Məsələn, I have a book, mənim kitabım var. Amma there is, there are, haradasa nəsə var. There is a book on the table, stolun üstündə kitab var. Bu tip cümlələrdə iki və daha çox mübtada olduqda, xəbər ilk mübtada ilə uzlaşır. Belə cümlələrdə əndə fikir vermək lazım deyil. Bu nə deməkdir? Biz bilirik ki, ümumiyyətlə, mübtada xəbər uzlaşmasına görə, əgər bizim cümləmizdə iki mübtada and bağlayıcısı ilə birləşibsə, hətta bu mübtadalar sayılmayan isimlər olsa belə, artıq mübtadamız cəm hesab olunur və ona görə də xəbər də cəmdə olunur. Cəmdə götürülməlidir. Amma bu there is, there are ifadəsinə heç bir aidiyyatı yoxdur. Çünki Z-dən sonra biz is və yaxud are işlətməyimiz həmin ifadədən dərhal sonra gələn birinci sözdən ibarətdir. Yəni, ilk mübtadadan ibarətdir. Məsələn, there is a teacher and 5 students in the classroom. Sinif otağında müəllim və 5 şagird var. Z-yə ifadəsindən sonra ən birinci sözümüz a teacherdir. Sayılan tək isimdir. Ona görə də biz burada artıq is işlətməliyik. Bəli, and ilə bağlanıb, sonra cəm isim gəlib. Dəxli yoxdur. Z-yə ifadəsindən sonra ən birinci hansı söz gəlirsə də, mübtada təkdədirsə is, mübtada cəmdədirsə are işlənir. There are 5 students and a teacher in the classroom. Sinif otağında 5 şagird və müəllim var. Artıq burada Z-dən sonra ən birinci gələn mənim mübtadam cəmdə olduğuna görə 5 students artıq are işlətməliyəm.
Qeyd 4. Zeri zıra ilə başlayan cümlələr Azərbaycan dilinə tərsinə axırdan əvvələ tərcümə olunur. Mən artıq bunu sizin üçün qeyd etdim. There is a book on the desk. Axırdan başlayırıq, cümlənin sonundan başlayırıq. Partanın üstündə bir kitab var. Bu ifadədə to be fiili müxtəlif zaman formalarında işlənə bilər. Yəni, bu ifadədə tək biz to be fiilini indiki zamanda deyil, keçmiş zamanda da, gələcək zamanda da, bitmiş zamanda da istifadə edə bilərik. İndiki zamanda there is zera, keçmiş zamanda there was, there were, gələcək zamanda there will be olacaq, bitmiş zamanda there have been və yaxud has been olub. Məsələn, there is a party every Sunday. Hər bazar günü şənlik var. There was a party yesterday. Dünən şənlik var idi. There will be a party tomorrow. Sabah şənlik olacaq. There has been a party this morning. Bu səhər şənlik olub. Sual cümlələrində biz bilirik ki, əgər bizim cümləmizdə to be fiilin varsa da, o özü sualını və inkarını düzəldə bilir. Əlavə hər hansı bir köməkçi fiilə ehtiyac yoxdur. Məsələn, is there anybody at school? Məktəbdə kimsə var. Keçmiş zamanda was there a book on the table? Stolun üstündə kitab var idi. Gələcək zaman üçün bizim gələcək zamanımız will be quruluşu ilə düzəldiyinə görə artıq burada birinci köməkçimiz will olduğuna görə sualda da will mübtədadan əvvələ keçir. Will there be a party tomorrow? Sabah şənlik olacaq. İnkar cümlələrində isə to be-dən sonra not inkar ədatı işlənir. Məsələn, there is not anybody at school. Məktəbdə heç kim yoxdur. There was not a book on the table. Stolun üstündə kitab yox idi. Gələcək zaman üçün köməkçi, birinci köməkçimiz will, yəni will be ifadəsində will özü düzəldir inkarını. Ona görə də not will-dən sonra yazılmalıdır. Qısaldılmış forması won't. There will not be a party tomorrow. Sabah şənlik olmayacaq. Gəlin it is ifadəsi ilə də tanış olaq. It is ifadəsindən there is zera ifadəsini qətiyyən qarışdırmaq olmaz. It is ifadəsi adətən hava, vaxt, məsafə haqqında danışılarkən istifadə edilir. Yadda saxlayaq ki, there is zera ifadəsi haradasa nəyinsə olması və yaxud nə vaxtsa nəyinsə olması. It is ifadəsi isə hava haqqında, vaxt haqqında, məsafə haqqında danışılarkən istifadə olunur. Məsələn, it is 10 o'clock, saat 10'dur. It was cloudy yesterday. Dünən hava bulutlu idi. It is 5,000 kilometer from Baku to Qazax. Bakıdan Qazaxa 500 kilometr məsafədir. Test edərkən biz nələrə diqqət etməliyik? Test edərkən biz ən birinci növbədə cümlənin zamanına diqqət etməliyik. Mübtədanın tək və ya cəm olmasına, cümlənin təsdiq, sual və ya inkar olmasına, yəni durğu işarələrinə baxmalıyıq. Xəbərin birinci gələn isim ilə uzlaşmasına, birinci gələn isim haqqında danışılan və ya təyin edici olmasına. Məsələn, there are furniture shops in our streets. Küçəmizdə mebel mağazaları var. Gəlin diqqət edək bu cümləyə. Bu cümlədə bizdə iki isim yanaşı gəlib. Furniture shops. Ancaq biz bilirik ki, əgər iki isim yanaşı gəlibsə də, deməli, birinci isim təyin, bizim cümləmizin mübtədası ikinci isimdir.
Mebel mağazaları. Bizim burada mübtədamız mağazalardır. Ona görə də biz zera ifadəsindən istifadə edirik. To be fiilinin cəm formasında. Küçəmizdə mebel mağazaları var. Mebel sözü burada təyin rolundadır. There is, there was özündən sonra nə götürə bilər? Sayılmayan tək isim götürə bilər. Məsələn, there is orange juice in the glass. Stəkanda portağal şirəsi var. Burada bizim sözü mübtədamız juice, şirədir. Orange, portağal onun təyinidir. Juice sayılmayan isim olduğuna görə to be fiilinin is formasından istifadə edirik. Much işlənə bilər. There is much rain in the yard. Həyətdə güclü yağış yağır. Much rain, rain sayıla bilmədiyi üçün much ilə təyin olunub. There is little salt in my soup və yaxud a little salt in my soup. Mənim supumda az duz var və yaxud mənim supumda biraz duz var. Salt sayılmayan isimdir. Little və yaxud a little-la təyin oluna bilər. A lot of sayılmayan tək isim. Biz bilirik ki, a lot of-dan sonra sayılan cəm isim də gələ bilər, sayılmayan isimlər də gələ bilər. Əgər a lot of-dan sonra sayılmayan isim gəlibsə, məlum məsələdir ki, to be fiilinin tək forması is və yaxud was işlənməlidir. There is a lot of snow in winter, qışda çoxlu qar olur. Və yaxud some, any, no-dan sonra da sayılmayan tək isimlər işlənə bilir və ona görə də to be-nin is və yaxud was forması istifadə olunmalıdır zəyədən sonra. There is some sugar in my tea. Mənim çayımda biraz şəkər var. Zera, zeya, vödən sonra nələr işlənə bilər? Zeya are və yaxud zeya vö. Sayılan cəm isim there are black clouds in the sky. Səmada qara bulutlar var. Many sayılan cəm isimlərin qarşısında there are many stars in the sky. Səmada çoxlu ulduzlar var. Few və yaxud a few cəm isimlərin qarşısında there are few buildings in Baku və yaxud there are a few buildings in Baku. Bakıda az binalar var və yaxud Bakıda bir neçə binalar var. A lot of sayılan cəm isim, some, any, no, bir daha sayılan cəm isim. There are a lot of cars in the yard, həyətdə çoxlu maşınlar var. There are not any cups on the table. Stolun üstündə heç fincanlar yoxdur. Rəqəmlər gələ bilər. Bir rəqəmi istisnadır, çünki bir rəqəmi özündən sonra xəbəri ismi təkdə sayılan tək isim götürür və xəbər də təkdə olmalıdır. There is a book on the table, stolun üstündə bir kitab var, amma bir rəqəmdən əlavə 2, 3, 5, 15 dəxli yoxdur. Birdən yüksək rəqəmdirsə, artıq biz zera ifadəsindən istifadə etməliyik. Zera for books on the table. Stolun üstündə 4 kitab var. Gəlin müqayisə edək. There is-lə it is ifadələrini müqayisə edək. There is var kimi tərcümə olunur. It is isə dir, dur kimi tərcümə olunur. Məsələn, there is snow outside. Çöldə qar var. Harada? Çöldə yer göstəririk. Ona görə də biz there is ifadəsindən istifadə edirik. Amma it is snowy outside. Çöl qarlıdır. It is snowy, çöl qarlıdır deməkdir. There is isim mütləqdir. There is-dən sonra mütləq isim gəlməlidir. Sifət isimdən əvvəl dura bilər. Amma sifətdən sonra yenə mütləq isim gəlməlidir. Amma it is eləcə sifətlə də işlənə bilər. Məsələn, there is a famous museum in my hometown. Mənim şəhərimdə məşhur muzey var. It is famous. Bu məşhurdur. There is olan cümlədə yer zərfi işlənir. There is a beautiful fish in the water. Suda gözəl bir balıq var. It is olan cümlədə yer zərfi zəruri deyil. Məsələn, it is beautiful. O gözəldir. Gəlin bir-iki testin izahına baxaq burada. Məsələn, Tbilisi is an old city. Tbilisi qədim şəhərdir. Many historical places there. Burada
Əgər biz deyiriksə burada, deməli yer zərfimiz var. Biz zeri sıra ifadəsindən istifadə etməliyik. Historical places, places cəmdə olduğuna görə biz there are many historical places deyə burada çoxlu tarixi binalar var. D variantı düzgündür. Nəyə görə A variantı düzgün deyil? Biz deyə bilmərik they have. Orada var. They have orada onların var deyə bilərik. Amma orada var deyə bilmərik. Düzgün ifadə deyil. They was deyə bilərdik. Amma birincisi bizim cümləmizin əvvəlindəki zamandadır. İkincisi isə places cəmdədir. They has bir daha ona görə düzgün deyil. They isn't yoxdur deyə bilərdik. Amma bizdə places cəmdədir. Tək xəbərlə işlənməz. Ona görə də D variantı doğrudur. A ilə C variantının ümumiyyətlə mənası uyğun gəlmir. B variantı ilə Y variantında isə uzlaşma bizim ismimiz cəmdədir, xəbərimiz isə təkdədir. Uzlaşma yoxdur. Gəlin ikinci suala baxaq. A rainy day, hardly anybody outside. Burada yağışlı gündür. Çöldə demək olar ki, heç kim yəqin ki, yoxdur deyərik. Yağışlı gündür. Bu bizdən havanı göstərir. Deməli, biz burada it is ifadəsindən istifadə etməliyik. Gəlin nəzər yetirək. Deyə bilərik, it was a rainy day. Yağışlı bir gün idi. There was hardly anybody outside. Demək olar ki, çöldə heç kim yox idi. Hardly inkarlıq gətirir bizim cümləmizə. Hardly olan cümlələrdə biz əlavə bir inkarlıq istifadə edə bilmərik. Amma xəbərimizi, feilimizi inkar tərcümə edirik. A variantı uyğun gəlir. B variantı biz hava haqqında danışırıqsa, there was ifadəsindən istifadə etmirik. C variantı it is a rainy day, yağışlı gündür, uyğun gəlir. Sadəcə olaraq there isn't hardly olan cümlələrə biz ikinci inkarlıq gətirə bilmərik. Eyni ilə D variantında da there wasn't inkardadır. Cümləmizdə hardly var, ikinci inkarlıq gətirə bilmərik. Y variantında it was a rainy day olardı, yağışlı bir gün idi. Sadəcə olaraq biz yer zərfi olan cümlədə it was ifadəsindən istifadə edə bilmərik. Düz variantımız A variantıdır.